böyük bayramları, Fitir və Qurban bayramını cəlalla, cəmalla, La ilahə illallahla, Allahu Əkbərlə, Elhamdülillah və Subhanallah zikirləri ilə zinətləndirin. Ona görə biz namazdan öncə bu təkbirləri nədir? Oxuyuruq ki, bayram gözəl olsun, Allahın adınla, Allahın yadınla başlasın. Bu gün elə bir gündür ki, Allah Teala bu gün oruç tutmağı haram elan edib. Bilirsiniz ki, mübarək Fitir bayramı günü oruç tutmaq haramdır. Allah istəyir insanlar bu gün bayramda olsunlar. İnsanlar bu gün bir-birini təbrik eləsinlər. Ailələr sevinç içində olsunlar. Peyğəmbərimiz bayram günü yetişəndə gözəl libas geyinərdi, ətir vurardı və bir-birlərini təbrik eləyərdilər. Bayramın gözəllikləri budur ki, insan günah eləməyə və bir-birlərinə təbrik deyələr, Allahdan bir-birləri üçün bağışlanmaq diləyələr. İmam Sadiq əleyhissalamın bir şərif hədisi var, buyurur ki, Mən ləm yuğfər ləhu fi şəhri Rəmədan, ləm yuğfər ləhu ilə qabilin illa ən yeşhədə arafə. Buyurur ki, hər kəs müqəddəs, mübarək Ramazan ayında bağışlanılmasa, Allah bu ayda onu bağışlamasa, gələn ilə qədər o bağışlanılmaz. Məgər bir gündə, o da Ərəfə günü, Ərəfəni dərk edəsə, Allah onda bağışlayar. Yəni, bədbəxt o şəxsdir ki, müqəddəs Ramazan ayında Allah onu bağışlamıyor. Allah günahlarımızı bağışlasın, Allah aqibətimizi xeyirli qərar versin inşallah. Cabir ibn Abdullah Ənsari Peyğəmbərin səhabələrindən biridir. Deyir ki, Peyğəmbərin xidmətinə yetişdim. Peyğəmbər mənə dedi ki, ey Cabir, müqəddəs Ramazan ayının sonunda Allahdan belə bir dua elə. Belə sağollaş Ramazan ayından. Nə cür sağollaşım ya Rasulallah? Dedi, bu cür dua elə. Nə gözəl duadır. Bu duanı oxuyuram, inşallah bu dua bizim halımıza da şamil olsun. Buyurur, Allahümmə la təcəlhu axirəl əhdi min siyamina iyyah fə in cəaltəhu fəcəlni mərhumən və la təcəlni məhrumən. Deyir, ey mənim Allahım, bu müqəddəs Ramazan ayını ömrümün axırıncı Ramazan ayı qərar vermə. Nə gözəl duadır. Deyir, Allah, məni gələn ilin Ramazan ayına da çatdır. Ömrüm bitməsin bu Ramazan ayında. Sonra buyurur, deyir, Allahım, əgər sən mənim qədərimə ölüm yazıbsansa, ondan da qaça bilmərəmsə, deyir, o zaman onda, ey mənim Allahım, məni öz rəhmətinə qərq elə. Məni məhrum olan insanlardan qərar vermə. Deyir, əgər qədərimə ölüm yazmayıbsansa, sənə yalvarıram Allah, gələn ildə bu gözəlliyi bizə nəsib elə. Yox, əgər məsləhət bilib qədərimə ölüm yazıbsansa, gələn ilin Ramazan ayında da məni öz rəhmətinə qərq elə. Məni məhrum olan şəxslərdən qərar vermə inşallah. İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyədə Ramazan ayıyla sağollaşması var. Səhifə-i Səccadiyyənin 45-ci duasında İmam buyurur ki, Əssəlamu aleyk ya şəhrəllahil əkbər və ya eyd əvliyaihi. Deyir ki, salam olsun sənə, ey Allahın ən böyük ayı, ey Allahın ən əzəmətli ayı, ey övliyaların böyük ayı,
Esselamu aleyk və alə leylətil qadr əlləti hiyə xeyrun min əlfi şəhr. Salam olsun sənə ey Allahın ən əzəmətli Qədir gecəsi, ey o gecə ki 1000 aydan üstün idi. Allah sən özün şahid oldun. Bu ayın hörmətini imkanımız həddində saxladıq və bu ayda sənin razılığın üçün oruç tutduq. Və bu gün də möminlər, möminələr, inanclı bacı qardaşlar bir aradayıq. Salamat qal Allah ayı, salamat qal ey bərəkətli ol ay. Bütün gözəlliklərinlə sən bizi bugün tərk elədin. Sən o ay idin ki, bütün gecələr və günüzləri, bütün gecə və günüzlərdən əfzəl idi. Sən o ay idin ki, Rəbbim bizi qonaqlığına dəvət eləmişdi. Bugün artıq qonaqlıq yekunlaşdı. Allahdan istəyək, Allah bu qonaqlığı bizə çox görməsin. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və təala aqibətimizi xeyirli, gələn günlərimizi bərəkətli qərar versin inşallah. O görürsən, deyirlər, bəzi adamın süfrəsi yoxdur, bəzi adamın süfrəsi var. Süfrə pulla deyil, süfrə ürəkdəndir. Bəzi adam var, pulu çoxdur, amma süfrəsi yoxdur. Niyə? Ürəksiz adamdır. Sanki bunun evinə qonaq gələndə elə düşünür ki, varını yoxunu qonaq aparıb gedəcək. Xeyr, hədislərdə var, deyir ki, hər bir qonağın rızqını Allah yetirər. Hər bir qonağın rızqı onun əğindədir. Deyir, Peyğəmbərimiz salavatullahi əleyh evində qonaq olmasaydı, Peyğəmbər darxardı. Deyərdi, bugün evimdə qonağım olmadı, bugün evimə gələn olmadı. Ona görə də bu ehsanlardan qorxmayın, ehsanlardan çəkinməyin. Ehsan verdikcə, deyir, ehsan gətirər. Xeyr iş gətirər. Bunu təcrübə eləyin həyatınızda. İnsan bəzən simitlik eləyir, bəzən qıtır, bəzən biraz möhkəm olmaq istəyir ki, qənaət eləsin, pulu çox yığsın. Amma əksinə, nə qədər qənaət elədikcə, o qədər heç bərəkəti yoxdur. Amma Allah yolda bəzil eləyəndə, ehsan eləyəndə, 5 nəfər mömini apar bir restoranda onlara bir çörək verir, nə olar? İnsan xərclədikcə Allah rızqı artırır. İnsan bəzil elədikcə Allah Teala onun ruzisini başından tökür. Amma insan simişlik elədikcə, insan qənaət, bəli qənaət lazımdır. Həyatında qənaət lazımdır. Amma nə bu mənada ki, sən qənaətin pik həddinə çatdırasan özünü. Deyir, İsfahanda bir dənə kənd var idi, onlar məruf idi, çox qənaətçil və simici idilər. Bunlar məruf idi, eşitmişdilər ki, bu kəndin xalqından daşı da qoparda bilməzsən. Qışda getsən, qar verməzlər, çox möhkəmdilər. Biri getmişdi bu kəndə qonaq, kəmərinə də möhkəm bağlanmışdı ki, gedir, amma bir kəndə ki, oranın xalqı əcib qəribdir. Getdi qonaq, İndi adətən bizdə qonaq gələndə deyirlər, gedək bir çay içək. Bir dost deyirdi, heç dəyən olmadı, gedək bir çörək yeyək. Dedim, Evin abla, yəni çay içək, çay başlanğıcı, dalına yemək də var. Sən narahat olma. Çay girişdir. Adətən qonaq gələndə çay gətirərlər. Bu nəfər deyir, getdim ora. Çay gətirdilər, qoydular. Allah, qənd yoxdur. Qənd yoxdur. Çay nə ilə içəcək? Deyir, bir də baxdım, gördüm ki, indi bizdə qədimdə var idi, yoxdur. İndi İranda yenə var, böyle güllə şəkərlər var, uzun. Gördüm, evin küncünə bir dənə güllə şəkəri aslayıblar. Cəmaat ona baxır, çay içir. Yəni, iradə eləyirlər ki, biz onu yeyirik. Yəni, üzünə baxaraq çay içirlər. Deyir, mən də təəccüb elədim, biraz fikrə getdim ki, bunlar dəhlidirlərmi? Deyir, biraz təəccüblə baxırdım, biri kürəyimə vurdu, çox baxma, israfdır. Yəni, ona da az bax, iç, iç. Bəzən insan elə düşünür ki, simişliyin nə bu harasa çatar, heç sənə çatamayasın. Allah da ruziləri verən, Allah malınızı, mülkünüzü inşallah bərəkətli qərar versin. Allahdan böyün bir şey istəyək, böyünə qədər elədiyimiz cihadı əməl dəftərimizdə gələn ilin Ramazan ayına qədər Allah Teala İnşallah
əməl dəftərimizdə saxlamaqda Allah bizə yardım eləsin. Belə olmasın ki, elə bu gün bayram oldu, sabah hər bir şeyi nədir? Yekunlaşdıraq, yandıraq, külə döndürək. Mümkündür insan əməllərindən bu şeyləri eləyə bilər. Allaha pənah aparıram, Allah bayramınızı mübarək eləsin. Bütün əziz bacı qardaşlarıma təşəkkür edirəm. Bu günə qədər məsciddə mütəmadi ardı kəsilmədən iftar süfrələri oldu. Günə 80, 90, 100, 110 nəfərə qədər məsciddə iftar elədilər. Bütün əziz dostların vəsaiti hesabına, onların zəhməti hesabına, həm yeməyin hazırlanmasında, həm ərsiyə gəlməsində, həm ehsanlarda, həm pul xərc eləməkdə Allah Teala hər kəsin vücudunu bir bəla eləsin. Allah Teala bütün ehsanları ali dərəcədə qəbul eləsin. Allaha and verəm izzət və cəlalına, Allah məscidimizi bərəkətli qərar versin. Allah sizləri məscidə çox görməsin. Allah sənə and verirəm öz böyüklüyünə, əzəmətinə, rəhmətinə, kərəminə, izzətinə. Ya Rəbbəl aləmin, bu bayramı ömrümüzün axırıncı bayramı qərar vermə. Pərverdigara, eşqində ürəyimiz döyündüyü Həzrəti Əbu Abdullah el-Hüseynin bu dünyada və axirətdə ziyarətini hər birimizin halına şamil elə. Pərverdigara, dualarımızı qəbul elə. Pərverdigara, bu günü bütün müsəlmanlara bayram qərar ver. Xüsusilə o müsəlmanlar ki, məzlumdular, o müsəlmanlar ki, çox acı vəziyyətdə bayram keçirirlər. O müsəlmanlar ki, çox acı vəziyyətdə iftarlar elədilər. Allah özün onlara lütf elə. İmam Zaman əleyhissalamın zuhurunu təzil elə. Ağamızın gəlişindən gözlərimizi şad, qəlbimizi sevindir. Allah razı olsun, bayramınız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Bismillahirrahmanirrahim. Vəl-əsr, innəl insana ləfi xusr, illellezine amenu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr.